Əhkam 21. Nəcasət 10. Kafir. Tövhid, nübüvvət, namaz və oruc kimi dinin zərurilərindən birini inkar edən. Yaxud Rəsul-i Əkrəmin salavatullahın risalətindən hər hansı bir nöqsana etiqadı olan şəxs kafir və nəcisdir. Amma kitab əhlini nəcis deyil. Dinin zərurilərindən birini inkar etmək o zaman küfrə səbəb olur ki, risaləti, Peyğəmbərin din gətirməsini ya Rəsul-i Əkrəmi təksib etməyə və ya şəriətə nöqsan gətirməyə səbəb olsun. Kitab əhlindən olan kafirin pak olmasına hökm olunur.